Hər vaxtınız xeyir olsun. Deməli, mən sizə qısaca olaraq bir video paylaşacağım. Deməli, belə. Baxın, həmişəki kimi, belə deyək, Sumqayıt yolu, 20 yanvardan Sumqayıt istiqamətinə probkadır. Arxadan tutaq ki, yol polisi, tutaq ki, nə bilim, hər hansısa bir xidməti qurumun maşını, operativ nəqliyyat vasitəsi miqalkasını yandıra gəlir, skoru pomuşdur, ya rəsmi qurumların nümayəndələridir falan filan. Və sən onlara məcburiyyətdən yol verirsən. Düz yol verirsən ki, keçsinlər. Və təzədən öz olanı qayıtmaq istəyəndə, aha, hop, arxadan imkan vermirlər. Hop, hamı sürətlə gəlir, imini girir həmən yola. Və nəticədə sən qalırsan iki zolaq arasında, digər zolağa da maneəçi törədirsən və yaxud getdiyin, belə deyək, yolun birinci zolağına da maneə olursan. Yəni dostlar, bu belə olanda, bu düzgün deyil. Məsələn, belə bir qanun versinlər. Məsələn, mən keçmişəmsə, təzədən operativ nəqliyyat vasitəsi keçirsə və onun arxasından nə olmalıdır? Gəlməməlidirlər. Bu şey baş verməməli. Çünki mən riski qayıdıb öz yolağıma girməliyəm. Və bu belə də olmalıdır. Ay yox, imkan vermirlər. Tap siqnal və yaxud da ki, ən önəmlisi sizə deyim ki, əgər siz yol verirsinizsə 100 manat, üzr istəyirəm, yox, 40 manat cərmələnirsiniz. 40 manat cərməsi var. İstəyir, bax, operativ nəqliyyat vasitəsi keçsin falan filan. Sən 40 manat cərmələnəcəksən kamera tərəfindən. Bax, bunu mən sizə bəri başdan deyim. Yəni, başıma gəlib, görmüşük və cərmələnmişik də. Ona görə zolaqdan zolağa keçməyə görə. Düz xəttə tapdaladığına görə keçirsən, yol verirsən, ay haray, o dəqiqə cərməsi gəlir. Olmaz. Qətiyyən yol vermirsiniz. Ümumiyyətlə, bu cür yol vermələrə yol vermək olmaz. Yəni, bu mənim beynimin məhsuludur. Daha bilmirəm, qanunvericilikdə nə cür qüvvəsi var, yəni qanun boşluğu var. Ona görə bu qanun boşluğu olduğuna görə də çalışmaq lazımdır ki, bu qanun boşluğundan arasına düşməyəsən. Çünki düşdükdə 40 manat cərmə, arxadan gəlir nəqliyyat vasitələrinə, əgər toxunsan, bir dəqiqə zolağı niyə tərk eləmirsən, mənim yolumdan gəlirsən, tap cərmə, sığorta, gələcəklər, sən günahkar çıxacaqsan. Bir sözlə yol vermirsiniz. Təşəkkür edirəm.